Nəsimi rayon məhkəmə icra şöbəsinin əməkdaşı Ramil müəllimin jurnalistin peşə fəaliyyətinə açıq-aşkar mane olması ilə bağlı ciddi iddialar gündəmə gəlib. Şikayətçilərin sözlərinə görə, icraçı öz səlahiyyətlərini aşaraq çəkiliş prosesini kobud şəkildə dayandırmağa cəhd edib və bununla da həm media azadlığını, həm də vətəndaşın informasiya əldə etmək hüququnu tapdalayıb. İddialara görə Ramil müəllim jurnalistə qarşı qeyri-etik davranıb. Onun suallarını cavabsız qoyub və çəkilişi öz qaydaları ilə idarə etməyə çalışıb. Hadisə şahidlərinin bildirdiyinə görə, icraçı qanunun tələblərini deyil, şəxsi münasibət və şəxsi narazılıqlarını rəhbər tutub. Media ekspertləri hesab edir ki, dövlət qulluqçusunun bu cür davranışı nə etik kodeksə, nə də kütləvi informasiya vasitələri haqqında qanuna sığır və açıq-aşkar özbaşınalıq əlamətləri daşıyır. Hadisə ilə bağlı rəsmi mövqe hələlik açıqlanmayıb. Lakin jurnalistlər bildirirlər ki, Ramil müəllimin davranışı cəzasız qalmamalıdır. Media azadlığının boğulması ilə bağlı bu kimi hallara son qoyulmasa, ictimaiyyətin informasiya çıxışı ciddi təhlükə altına düşəcək.